Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzlər. Cinayət qanunvericiliyində yaxın qohumlar dedikdə ər-arvad, valideynlər, övladlar, doğma və ögey bacı və qardaşlar, nənələr, babalar, nəvələr, övladlığa götürülənlər və övladlığa götürənlər nəzərdə tutulur. Bu tələbləri pozan şəxslər pozuntu aşkar edildikdən sonra 30 gün müddətində pozuntunu könüllü olaraq aradan qaldırmazlarsa, onlar tabeliyi istisna edən bir digər vəzifəyə keçirilir və yaxud bu mümkün olmadıqda şəxslərdən biri işdən azad edilir. Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə haqqında qanunun 8-ci maddəsinə əsasən vəzifəli şəxs vəzifə səlahiyyətlərinin icrasına təsir edən və yaxud bu cür təəssürat yaradan hədiyyə tələb edə bilməz və yaxud bu hədiyyəni qəbul edə bilməz. Qanunvericiliyimizdə vəzifə səlahiyyətlərinin icrasına təsir etməyən hədiyyənin qəbulu mexanizmi mövcuddur. Belə ki, vəzifəli şəxs bir il ərzində ümumilikdə məbləği 55 manatdan yuxarı olmayan hədiyyə qəbul edə bilər. Qeyd edilən məbləğdən yuxarı olan hədiyyələr xidmət göstərdiyi orqanın mülkiyyəti hesab olunur. Vəzifəli şəxs əgər hədiyyənin onun vəzifə səlahiyyətlərinə təsir edib etməməsi barədə qərarsız qalarsa, müvafiq struktur bölmənin rəyini öyrənməlidir.